Bugün sizlerle birlikte 7. sınıf İngiliz dilinin izahını verəcəyik. Dersimiz reading dersidir ve reading dersi unit 3 reading dersimiz var. Dersimiz What a Talent dersidir. Deməli, suallar ilə başlayaq. Walk around and talk to your classmates. Deməli, dostlarının arasında, yəni öz sinif yoldaşlarının arasında gəzəcəksən və bir sinif yoldaşın haqqında danışacaqsan. Find someone who bir adam tap ki, elə bir adam tap ki, o deməli, bir adam tapacaqsan ki, sinif yoldaşlarının arasından he is or she is good at playing musical instruments. O elə bir alətlər, musiqi aləti çalmaqda yaxşı olsun. Can draw pictures well, şəkilləri yaxşı çəkə bilsin. Can sing songs very well, mahnıları yaxşı oxuya bilsin. Can tell funny jokes, cümləli zarafatlar eləyə bilsin. Runs very fast, sürətli qaçsın. Makes up interesting stories və maraqlı hekayələr qursun. İndi burada bu hamısı 6 dənədir və bu 6'sının da hamısı bir adama aid olmalıdır. Sinifinizdə, öz sinifinizdə bunların 6 dənə verilənlərin 6'sına da uyğun gələn kimdirsə onu seçəcəksiniz. Deməli, bunu seçək kənara. Okay. Burada bəzi sözlərimiz var. Məsəl üçün, unique, unusual or special. Deməli, unique, yəni təkrar edilməz. Burada special mənasında, yəni özəldir. İnsan, məsəl üçün, gelirsən, bir, məsəl üçün, çanta düzəltdirirsən, bu sənə uniquedir. Yəni, bu sənin specialındır, özəlində. Yəni, heç kimdə ola bilməz bu, öz tasarımında. Exhibition, a public show of art or other things. Exhibition sərcidir. Yəni burada bildirməyə çalışır ki, incəsənətin və yaxud başqa şeylərin sərgisinə deyilir. Yəni göstərilməsinə deyilir. Waking, wait a minute, guys. Okay. Waking hours, the hours when you don't sleep and you're awake. So, siz məsəl üçün saat, gecə saat 9-da yatırsınız və 8-də durursunuz. Saat 8-dən axşam 9-a kimi olan vaxt waking hours-dır. Yəni oyaq olduğunuz vaxtlar tərcüməsi gedir və yəni saatlar sən yatmadığın saatlar və oyaq olduğun saatlara deyilir. Extraordinary, very unusual, unusual, special or strange. Yəni burada unusual sözü var idi. Very unique deyə bilərik. Burada unusual silib. Very unique yaza bilərik. Yəni extraordinary sənə aid olan strange, qəribə, özəl və yalnız sənə məxsus, sənə özəl olan şeylər deyilir. Əşyalara mı deyirsiniz, sənə deyirsiniz bir şeylər. Burada readinglərimiz var. Readingləri mənə xüsusən vaxt tapıracaq. Siz evdə oxuyun, mən tapşırıqlarındayım. Deməli, bu mətndə hərənin öz ability, yəni talent, hərənin öz yeteneği haqqında danışır. Deməli, yəni biri yuxusunda kreativdir, biri məsəl üçün hesaplaması çox sürətlidir, yəni çox sürətli hesablayır. Birində piano çox qəşəng çalır, yəni maşina necə deyək biz onu? Belə məşin desəm başa düşməyəsiniz, belə smartfonlar kimi onun yaddaşı güclüdür. Belə deyək. İndi burada tapşırığımızda deyir ki, read the first paragraph of a text and find the wrong statement. Choose A, B or C. İndi burada biz başlıq seçməyəcəyik, ha, diqqət olun. First paragraph, paragraflar yadınıza gəlir, yəqin ki, dərsi keçmişik. Paragraph, first paragraph bu hissədir. Bir dənə belə deyək. Aha, burada işlədiyim hissə paragrafdır. Deməli deyir ki, wrong statement, yanlış yerləşməni tapın. Deməli, it's gonna be variant C, variant D olacaq. It is good to discover your abilities as a child. İndi burada, bəli, burada veribdir. Some people discover their abilities at early age. Yəni, cavan yaşlarda öyrənirlər. Amma bunun yaxşı olduğu haqqında heç bir məlumat verməyib bizə. Ona görə bu, yəni, düzgün yerləşdirmə deyil. İndi, read the text again. Yenidən oxuyun.
Əgər başa düşübsə, düşübsünüzsə, yenidən oxumağa gərək yoxdur. Find and correct the wrong statements. There are 4 wrong statements. Yine yanlışlarımız var. 4 tane yanlışımız var. Deməli, he can draw beautiful pictures both in his sleep and waking hours. Buradan bir de waking hours'ı silək, sleep. Deməli, A-da bir səhvlik var. Waking hours'da yox. Yəni oyananda, oyaq olanda şəkil çəkir deyə çəkməsinə. Daha kreativ deyil. Yəni yoxsundakı kimi kreativ deyil. All his drawings are colorful. Colorless. Yəni rəngli değildi. Burada da deyir ki, he didn't use any bright colors like red or green. Sonra burada he holds the Guinness World Record because he can calculate with the calculator very fast. Yine əgər burada calculator, yəni kalkulyator ilə yəni hesablamağı sürətlə hesablayırdısa, təndə mən nasıl qaldı ki, mən də onu edə bilirəm. Ona görə buradan bunu sildik. He holds the Guinness World Record because he can calculate very fast. İndi burada da səhvlik var. Çünki yəni kalkulyatorunu hesaplamakta ne var ki? Okay. Burada he wrote math books for young learners. That's right. He plays piano concerts from his memory. That's right. Bu düzdür. And he is not sure about his abilities as a musician. No, he's sure. O yani bilirdi de yani. Ne diyeyim? Yaddaşı güclüydü. Ona görə də yaxşı çala bilirdi. Yaxşı çalmağını da öyle özü görür də. Nədir ki burada problem? Aha. Find the right forms of the words in the text and fill in the table. Metinde sözlerin düzgün formalarını tapın ve boşlukları doldurun. Okay. Noun olarak calculator sözünü veribdim. Calculator. Verb olarak calculate sözü olacak. Bir dakika yazım. Aha. Deməli, verb olarak söz calculate'di. Noun olarak yani isim olarak calculator and calculation. Ama adjektifi yoktu. Yani sıfat forması yoktu bu sözün. Sonra verb olarak draw. Aha. Drawing. Adjektif forması da yoktu. Yani sıfat forması da yoktu. Sonra memory var. Memory sözünün, yaddaş sözünün fail forması. Aha. Fail forması memorize. Aha. Deməli, sıfat forması da memorable'dır. Deməli, yenidən deyək. Fail forması memorize, noun forması memory, adjective forması memorable. Our math teacher is great. She teaches us secret of fast calculating without using without calculator. In 2012, he was a final concert of Eurovision. It was a very memorable day for me. The artist uses only a pencil and draws animal pictures. His drawings are very realistic. She has got a very good memory. She can memorize long poems very easily. I can't understand, but no problem. Please calculate and tell me how much you spent yesterday. Write 5-6 sentences about a person with an extraordinary ability. İndi siz gelib araşdıracaqsınız. Yəni özünə aid bir yeteneği olan bir adam tapacaqsınız və onun haqqında 5-6 cümlə ilə yazacaqsınız. Okay guys, that's all for today. See you next time. Bye.